Hörmətli izləyicilər, qanuni 3 otaqlı Xırdalan şəhərinin mərkəzində 95 kvadrat metr sahəsi olan mənzil yeni binada neçə olar? Qiyməti nə olar? Bir fikirləşin, qiyməti nə olmalıdır? Yaxşı, təmirlisin qoyduğu qırağa, təmirsizi neçə olmalıdır bu mənzilin? 1 kvadrat metri 1400-1500 manata minimum, düzdür? Mən isə sizə 95 kvadrat metrdən ibarət bu gördüyünüz təmirli mənzili təklif edirəm, nə az nə çox, düz 140 min manata, hörmətli izləyicilər. Kupçalı mənzil, Xırdalanın tam mərkəzində, birbaşa Heydər Əliyev prospektinin üzərində. Bax, bura qonaq otağı idi, baxdıq, prospektin üzərində yerləşir. Giriş qapısıdır, dəyişdirilib. Geniş koridor hissəsi var, bax, belə bir koridor. Sağda, solda, qarşıda giriş mebeli yığdıra biləcəyiniz çox böyük imkanlar var. Solda bu hissədə yerləşir hamam otağı. Tam təmirlidir. Hətta hamam otağı o qədər böyükdür ki, bunu 2 hissəyə bölüb hamama ayrı, sanuzeli ayrı nəzərdə tutmaq olar. Radiatorları, kombisi quraşdırılıb tam hazır vəziyyətdədir. Ev sahibi evi özü üçün təmir edib və cəmi 2 ay burada yaşayıb. 2 aydan sonra artıq planlar dəyişib, işləri dəyişib və başqa yerə köçmək məcburiyyətində qalıb. Bax, bura zalı idi. Təqdimatın əvvəlində baxdıq. Burada yerləşir mənzilin geniş, işıqlı mətbəxi. Membranla mətbəx mebel yığılıb və bütün texniki avadanlıqlarla tam şəkildə təchiz olunmuşdur. Qazı, suyu, işığı daimidir. Sürətli və müasir lifti mövcuddur. 2 və 9 saylı məktəblərə 5-6 dəqiqəlik piyada məsafədədir. Hörmətli izləyicilər, bu mənzilin 2 formada satışı var. Əşyalı və əşyasız. Əgər əşyalı bu mənzili əldə etmək istəsəniz, soyuducu, paltaryan, nə bilim, mikrodalğalı soba, nə görürsünüzsə, hər bir şey mənzildə qalacaq. Tam mebeli və texnika ilə birlikdə satılacaq. Burada yataq otağıdır. Tam dolu vəziyyətdədir mənzil. Ümumiyyətlə, bir var işlənmiş əşyalar olar, köhnə əşyalar. Bunlar hər biri yeni əşyalardır. Bax, belə bir böyük yataq otağı, eyvana çıxış, kombi, qazın sayğacı eyvanda quraşdırılıb. Və nəzərinizə çatdırım ki, binanın yerüstü, yeraltı avtomobil dayanacağı var. Geniş həyətyanı sahəsi mövcuddur. Prospektin üzərindədir. Binanın altında 24 saat işləyən supermarket, yaxınlıqda köhnə bazar, təzə bazar mövcuddur. Belə bir mənzil 12 mərtəbəli binada 12-ci mərtəbəsində yerləşir. Tavan, beton, üstündə çardağı da var. Qiymət əşyasız formada 140 min manat. Əşyalı formada 155 min manat. İpoteka yararlıdır, kupçası əldədir. Almağa tələsin, bu mənzil satışlara çox qalmayacaq. Sağ olun, sağ olun.